Sağ olun əziz izləyicilər. Siz bu həşəratları görürsünüz də. Bu fındıq yarpağıdır. Fındıq ağacında belə bir xəstəlik var. Bunu adi sabunlu su da apara bilir. Elə də tövsiyə edirlər ki, sabunlu su çiləmək lazımdır. Amma birbaş yarpağın alt tərəfinə sabunlu su. Amma onu o suyu biraz gücləndirmək də olur. Effektivliyini artırmaq üçün. Əvvəllər tütün qoyardılar. O vaxt siqaretlər var idi, filtrsiz. Yaxud tənbəki qatardılar o sabunlu suyun tərkibinə. O da kömək eləyirdi. Sonra indi qatmaq olur P2. Apteklərdə satılır. Çox pahalı bir şey də deyil. P2 vurmaq olur, yod vurmaq olur, əlavə eləmək. Başqa dərmanlar da var. Mən bu dəqiqə deyə bilməyəcəm adını. O dərmanlardan da vurmaq olur ki, bax bu xəstəliklə mübarizə aparmaq üçün. İndi buna sabunlu su vurdum mən. Hesab eləyirəm təsiri olubdur. Bəziləri ölüb. Hansının ki üstünə düşüb, onlar ölüb. Bu hardasa çox az bir faizidir. 30-40% ölüb görürəm. Ola bilsin bir müddətdən sonra biraz artdı bu ölülər sayı. Ola da bilsin heç artmadı. Və bir dəfə ilə olmur. Buna bir neçə dəfə, 3 dəfə sabunlu su vurmaq lazımdır. Mən P2 qatdım, vurdum. Yod da qatdım, vurdum. İndi planlaşdırıram 2 gündən sonra yenə bunu çiliyim. Görün bunun kökünü kəsə bilirəm. Əvvəllər heç fındıqda belə xəstəliklər olmazdı. İndi fındıq da, qoz da, şam ağaçları da hamısı xəstəlik tutur. Bir siz də yoxlayın ağaçlarınızı. Əgər varsa məhsuldarlıq normal olsun deyə fındıq ağaçlarınıza dərman vurun. Sağ olun, sağlıqla qalın. Abunə olmağı unutmayın.